press relslərinə baxırıq ki, dövlətdə sabitlikdir, işlərimizi görürük, filan. Sonra deyir, sərhəd bağlı, niyə təhlükəli var? Bu təhlükə varsa sabitlik də deyirsən, sabitlik varsa niyə sərhədin bağlı? Bax, buradan mən çağırış edirəm. Azərbaycan Respublikasının sərhədlərinin açılması vaxtıdır. Vaxtı, əhali yaşaya bilmək. İranla bağlı belə gərgin bir ərəfədə necə düşünürsünüz? Məsələn, bizdən başqa İranla sərhədin bağlayan ikinci dövlət var. Orada indi hal-hazırda çox real bir vəziyyət var. Köç, düzdür, indi məsələn köç olarsa, orada Bizə soydaşlarımız gələrlər, gələrsə, Türkiyəyə gedərlər. yəni hər halda bizə də gələn olacaq, deyil mi? Yəni böyük bir axın. Yaxşı, tutaq ki, Sevinç xanım, bax, sərhədlərimiz bağlıdır. Məsələn, 1 milyon adam yığıldı sərhədimizə. Orada da Amerika başlarına bomba tökür. Təbii qlobal müharibədəndir deyirlər, yəni həm də daha çox. Buraxmayacağıq. Deyəcəyik ki, qalın orada ölün. Buraxmayacağıq, sərhədləri açmayacağıq. Açacağıq da soydaşlarımız da. Və yaxud da ki, başqa bir şey deyim, sərhədlərimiz açıqdır. Tutaq ki, 1 milyon adam gəldi. Bağlaya bilmirsən həmin onda. Sən qərarında, düzdür ya, o, belə deyək də, anlıq qapatmalar oldu. 3 günlük bağlı sərhəddir, 5 günlük bağlı. 3 gördün, təhlükə var, bağlı, təhlükə yoxdur, aç. Yox, mən nə vaxtsa, nəsə olacaq deyə, indidən 5 il sərhəddi bağlamaq, mən əleyhinəyəm. Və mənə də belə gəlir ki, bununla bağlı da səhv hesabatlar var, yanlış məruzələr var. Təhdid, qardaş, dünyada bizdən başqa sərhəddini beynəlxalq təhlükələrə görə bağlayan ikinci dövlət yoxdur. Ukrayna sərhədləri bağlıdır, Sevinç xanım? Yox. Ukrayna müharibə aparır. İnsanlar köç edirlər, yeri gəlmişkən bu ərəfədə Ukraynada çox ciddi köçlər var. Kiyevdən və s. Yəni, bağlı olsa köçənməyəcəklər. Köçəcəklər də. Şimali Koreyanın sərhədi bağlı, görürsə yenə qaçılır. Dünyada bizdən başqa sərhəddini bu qədər bağlı saxlayan insanları əziyyətə salan dövlət yoxdur. Varsa çıxınlar desinlər. İran sərhədini bağlamır. Nə heç kim bağlamır, Venezuela bağlamadı, Venezuela'da fövqəladə vəziyyətdir, o belə bağlamır. Yəni, biz niyə sərhəddi bağlayıq? Mən demirəm, sərhəddi filan, bu əhalimizin dolanışığına birbaşa təsir edən amildir. Ən azı Azərbaycan rayonlarının 1/3 sərhədlərdən dolanır. 20-yə yaxın rayon sərhədlərdən dolanır oradakı insanlar, filanlar, 5 milyon. Yəni, onların dərdini deməliyik, deməməliyik, Sevinç xanım.